suretil Fatiha. Allahümme salli ala Muhammedin ve ala ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal müstakim. Sıratal lezîne en'amte aleyhim. Gayril mağdûbi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahu samed. Lem yelid ve lem yulad ve lem yekunillahu kufuven ahad. Allahümme salli ala Muhammedin ve ala ali Muhammed. Hamızdan Allah rahmet eylesin. Vatların icra başçısı Malik müəllimə, onun mavini Allah verdi müəllimə, təşkilatların rəhbərlərinə, işçilərinə, burada iştirak edən hər bir şəxsə öz təşəkkürümüzü bildiririk. Sağ olun, Allah razı olsun sizdən. Hörmətli tədbir iştirakçıları, sizi müqəddəs məkanda xoş gördük. Məlum məsələdir, bu günləri şəhidimiz Oruc İbrahim Həbbullahoğlu'nun şəhid olan gündür. Düz 32 il bundan qabaq o bugünkü gündə o istiqanlı müqəddəs torpaqlara töküb. Bir gözümüz ağlasa da bir gözümüz gülür. Ona görə ki, bu gün onun qan tökdüyü, o mərmi altında döyüş yoldaşlarını, o Azərbaycan bayrağı uca tutduğu o yerlər hamısı düşməndən azaddır. Bugün Şuşamız azaddır, bugün Xankəndimiz azaddır. Bugün burada azad nəfəs alan insanlar işğaldan azad olmuş ərazilər rahat şəkildə səyahət edirlər. Onların ruhlarını şad edirlər. Allah'tan şəhidlərimizə rəhmət diləyirəm, qazilərə can sağlığı diləyirəm. Burada onun döyüş yoldaşları, komandir heyəti, ailə üzvləri, bacı qardaşı və yaxınları, əzizləri buradadır. Elə ilk öncə sözü verək Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allah verdi müəllim. Buyur Allah verdi. Çox sağ olun. Hər birinizi salamlayıram. Rayon icra hakimiyyəti, hörmətli müəllim, salamlarını çatdırıram. Çox burada şəhid erlər var, onların analar qarşısında baş əyirəm, şəhid qardaşları, şəhid ailə üzvləri, onların qarşısında baş əyirəm. Eyni zamanda şəhidimizin qardaşına, bacılarına, bütün xanlıq cəmaatına, bütün onun qohumlarına baş sağlığı verirəm. Oradan da İbrahim Həbbullahoğlu böyük bir qəhrəmanlıq yol keçib. Bilirsiniz ki, 1967-ci ilin may ayının 27-sində Xanlıq kəndi anadan olub. Xanlıq məktəbi qurtarından sonra hərbi hissəyə gedib. Hərbidən sonra qayıdıb döyüşə, o döyüş yolunun indi qısa da olsa Canan müəllim dedi, o rayon işğal olundan sonra Ağdamın Güllüzə kəndində digər yerlərdə döyüş olub, sonra gəlib Füzuli rayonda şəhid olub. 1993-cü ilin 30-31 avqustda bilirsiniz ki, Qubadlı rayonu işğal oldu. Ancaq mən sizə deyim ki, Qubadlı rayonu 125 kilometr sərhəddidir. O sərhəddə bir də erməni girə bilməmişdi. Bizim indi Allah rəhmət eləsin, Əmr Əliyev kimi burada da iştirak edən qəhrəmanlarımız var. Onların köməyindən o torpaqlar işğal olmadı, amma Cəbrayıl Lasin işğal olundan sonra o torpaqların işğalsız qalması çox az ehtimal vardır. Birinci bilirsiniz ki, ordu o tərəfdən, Başarat tərəfdən gəldi, saytılmasdan, amma mən sizə deyim ki, əsas orada xanlıq cəmaatı da çox əziyyət çəkdi. Ayın 31-i Allah rəhmət eləsin, orada çox şəhid oldu, orada qalan oldu. Qubadlı rayon icra hakimiyyətindən orada bilirsiniz ki, bizim əməkdaşımız da orada şəhid oldu, Allah ona rəhmət eləsin. Rüstəm Cavanşir İskəndərov da Qubadlı rayon icra hakimiyyətində işləyirdi. Eyni zamanda orada şəhid olanlar var, Xanlıq kəndində, bizim Lasin rayonunda şəhid oldu, Mirzəyev Kərəm Rəşadovlu. Sonra Ağayev Füqar Əhmədoğlu bilirsiniz ki, Naxçıvandan gəldi, öz kolu ilə getdi. O da Qubadlı rayonunda, burada döyüşlərdə şəhid oldu. Azərbaycan Vətən müharibəsi qəhrəmanıdır. Hörmətli Prezidentimiz rayon alınından sonra, yəni sərəncamı ilə bütün rayonlarda orden medallar verdi. Eyni zamanda Azərbaycan Vətən müharibəsi qəhrəmanı. Qarabağ ordeni, Zəfər ordeni də onlardan da ən çox bizim rayonlardan alanlar oldu ki, bundan da bir dərli Kətçi, Ağayev Füqar Əhmədoğlu ki, Azərbaycan Vətən müharibəsi qəhrəmanı. Ancaq biz bu şəhidləri gələndə, ziyarət edəndə həmişə bir arzumuz olurdu ki, biz o torpaqlarımıza qayıdaq, gedək. Axırda bilirsiniz ki, 2020-ci ildə 44 günlük müharibədə hörmətli Prezidentimizin apardığı siyasət, bunun dəmir yumruğu sayəsində
torpaqlar işğaldan azad olundu, eyni zamanda Qubadlı rayon işğaldan azad olundu. 2023-cü ildə 20-sindən sonra da bilirsiniz antiterror əməliyyatı oldu. Xocalı, Xocavənd, Xankəndi rayonu tam azad olundu. İndi Azərbaycan ərazi bütöv tam təmin olundu. Bilirsiniz, indi bütün rayonlarda abadlıq quruculuq işləri gedir. Allah'ın köməkliyi ilə bizdə də indi may ayında, maydan sonra da Zilanlı Mahruzun sonra Xanlıq kənd tikiləcək. Mən bu ailəni çox yaxından tanıyıram. Allah Həbullah müəllimə rəhmət eləsin. Çox gözəl insanıdır, çox gözəl, yaxşı adamıdır. Uzun illər Xanlıq Pisali Məktəbinin direktor işləmişdir. Demək olsun ki, elə orada Ağa Yefidar Əhmədoğlu'nun da babası Əhməd kişi də, Mayor Əhməd də onunla bir yerdə. Sağ olsun rayon icra hakimiyyəti, Mali müəllim icra hakimiyyəti təyin olundan sonra o məktəbin yenidən qurulmasında, tikilməsində çox fəaliyyət oldu. Amma mən deyərəm ki, burada Həbullah müəllimin də əməyini qiymətləndirirəm. Çox gözəl ailədirlər, çox gözəl müəllim idi. Allah ona rəhmət eləsin, anasını. Rəhmin anası da burada rəhmətə getdi, qardaşının bir də rəhmətə. Biz onların hamısında iştirak eləmişik. Çox gözəl indi qismət elədik ki, Allah'ın hamısına rəhmət eləsin. Mən onun qardaşlarına, qardaşına baş sağlayıram ki, biz həmişə onların yanındayıq. Mən rayon rəhbərinin öz qonaqlarını düşünürəm ki, həmişə şəhid ailələrinə diqqət və qayğı göstərir. Ehtiyatda olan Mayor Dağbay müəllim, Məhiyyətdin oxurdadır. Dağbay müəllim, yaxına gəl zəhmət olmasın. Salamlayıram bütün Qubadlı ictimaiyyəti, salamlayıram Xanlıq cəmaatın, Qubadlı cəmaatın, burada olan köhnə döyüşçüləri, axsaqqalları, burada olan hərbçiləri, hamısını salamlayıram. Bu günləri şəhidlər xiyabanında bir şəhidlərin birinin timsalında yüzlərlə şəhidlərin Allah rəhmət eləsin deyib yad edirik, bütün şəhidləri yad edirik. Bu günlərdə bizim Ordu İbrahim Həbdullaoğlu'nun məzarı başına görüşmüşdür. Qubadlı Azərbaycan müstəqillik qazanandan 1991-ci ildə Azərbaycanda 14 ərazi müdafiə taboru yaradıldı, biri də Qubadlıda yaradıldı. Qubadlının ilk döyüşçüləri əsasən könüllülərdən ibarətdir. Yəni 91-ci ilin sentyabr ayının axırından könüllü olaraq dəstə-dəstə insanlar az təmin olmuş silah və təminatla bərabər torpağın müdafiəsinə qalxdı. Ona görə də Azərbaycan çətin strateji coğrafi mövqedə yerləşən Qubadlı Yoruz, Qafan bir tərəfdən, Laçın bir tərəfdən də Qarabağ istiqamətində əhalisinin az olmağına baxmayaraq yerləşdiyi dağlıq ərazilərdə, strateji yerlərdə, kiçik kəndlərdə yaşayan əhalisi hamısı qəhrəmandır, hamısı mərd. Amma könüllü olaraq torpaqları qorumağa çıxan insanlar var. Bunların hesabına Qubadlı 93-cü ilin avqustuna qədər Qubadlıların hesabına qorundu. Onun oktyabr ayına qədər 99% Qubadlılardı. Amma ondan sonra Respublikanın müxtəlif yerlərindən gəldi. Xanlıq da Azərbaycanın Qubadlının ən böyük kəndinin biriydi, ən böyük kəndidir. Xanlıqlılar da torpaqların müdafiəsində iştirak elədilər, əvvəl müxtəlif taborlarda, sonrası bir bölükdə Xanlıqdan ikinci taborda xidmətə başladı və torpaqların qorunmasında iştirak edir. Allah rəhmət eləsin, Oruz müəllimə, bizim müəllimimiz olur, Həbullah müəllim, məktəb direktoru. Onların şəbəkəsi də geniş bir ailədirlər, geniş bir şəbəkədirlər. Bu günlərdə onların şəhidinin yanındayıq biz. 94-cü ilin aprel ayında ona qədər həm Qubadlıda, həm Ağdamda, Cəbrayılda, Füzulidə 706 sayılı hərbi hissənin taborları orada olan çox döyüşkən bir briqadanın tabeliyində döyüşürdülər. O döyüşlərdən biri də orada rəhimdir. Ardışa ateşkəs may ayında oldu. Ona qədər bir ay qalmışdan öncə ikinci tabor Qaradizdən yuxarıda orada postlarda durdu. Orada şəhid olub qəhrəmancasına. Allah cəmi şəhidlərə rəhmət eləsin. Bütün yaxınlarına başsağlığı verirəm. Ondan sonra dəfələrlə torpaqların müdafiəsində çox böyük qəhrəmanlıqlar göstərdi. Azərbaycanın hər yerində, bir tərəfi Geronboy, bir tərəfi Azərbaycanın Füzuli, Cəbrayıl, Qubadlının öz işğalda olsa da digər ərazilərdə Qubadlıdan olan şəhidlər, Qubadlıdan olan döyüşçülər, Qubadlıdan olan əlillər öz Qubadlılığını göstərdilər. Ondan sonraki dövrlərdə də 2016-da bu günləri bayaqlar Sənan müəllim dedi, 2016 millətimizin bir
qəhrəmanlıq nümunəsini göstərəcək bir səhifə idi. Çox saylı orada döyüşçülərimiz şəhid oldu. Özü qəhrəman seçilmiş, dəyərli xalq acı yaşadı. Ondan sonra hazırlaşaraq 2000-ci ildə bu əməliyyatlar davam elədi. Bütün xalq qalxdı. Başda Ali Başkomandan olmaqla ordu, mükəmməl ordu, texnika ilə təmin olunmuş və bizə dəstək olan qüvvələr, ölkələr, bunların hamısı birlikdə qısa bir müddətdə, 44 gündə torpaqlar qəhrəman döyüşçülərin hesabına, qəhrəman şəhidlərin hesabına. Burada mən şəhidimizin anasını görürəm, qəhrəman şəhidimizin. Allah rəhmət eləsin. Allah bütün şəhidlərə rəhmət eləsin. Bugün burada Xanlıq məktəbin, bir saylı orta məktəbinin kollektivi, direktor kollektivi, burada məktəb kollektivi iştirak edir. Elə həmin kənddə olan Akif müəllimi istəyirik ki, söz verək. Hər birinizi bu belə bir müqəddəs gündə gördüyümə həm sevinirəm, həm kədərlənirəm. Kədərim ondan ötürüdür ki, belə bir gənc yaşlarında, belə bir ziyalı ailəsində boya başa gəlmiş, sevimli, qədim, zəngin, mədəniyyət və tarixə malik olan Xanlıq kəndinin vətəndaşı Rəhim Orucovun məzarı başındayım. Bunu kədərlə hiss edirəm. Amma fəxrim də ondan ibarətdir ki, rayonumuzu təmsil edən bir vətəndaş burada uyuyur. O rəhmətə getmək yox, o cismən bizim aramızda yoxdur. Ruhən bizim aramızda gəzir. Sanki məktəbdə yaradılmış onun adına olan cuşədə hər səhər mən məktəbə daxil olarkən onunla salamlaşıram, görüşürəm. Onun göstərişlərini mən eşidirəm və gənc nəslin tərbiyəsində, təlim-tərbiyəsində tətbiq edirəm. Çünki o elə bir ailədə böyümüşdür ki, bilirsiniz ki, Əbdullah müəllim Orucov rayon səviyyəsində salib seçilən, uzun müddət məktəb rəhbərliyi vəzifəsində çalışan və bu gün də Binəqədi rayonunda ərsəyə gəlmiş 32 məktəbindən ibarət olan Qubadlı məktəbinin hardasa 5-ci yerində duran şagird və müəllim kontingentinə görə belə bir məktəb yetişdirmişdir. Həmin məktəbdə nəinki 1-ci Qarabağ müharibəsində, 2-ci Qarabağ müharibəsində də döyüşən uşaqlar vardır. Bunlardan qazi adını daşıyanlar, şəhid olanlar vardır ki, həmin məktəbində irsini, bazasını bax bugünkü Binəqədi rayonda Əbdullah müəllim Orucov yaratmışdır. Və Cənab Prezident də belə bir şəxsiyyəti, belə bir ədəbiyyatçını, belə bir ziyalını ən böyük fəxri ada layiq şəhid atası, eyni zamanda Azərbaycan Respublikasının əməkdar müəllimi vəzifəsinə qədər bir kürsüyə yüksəltmişdir. Həmçinin Rəhim Orucov nəinki məktəbdə, eyni zamanda da evə qayıdarkən ev tərbiyəsində milli vətənpərvər ruhda böyümüşdür, eşitmişdir. Müzəyyən müəllim daima üzərində çalışmış, övladları üzərində çalışmış və onları vətən bölünməz, vətən bir dəfəlik, vətən dahidir, vətən müqəddəsdir sözləri ilə böyüdüb başa gətirmişlər. Bugün biz Rəhimin məzarı başında toplaşmışıq, onu yad edirik, onun mövlud gününü qeyd edirik, şəhadətə yüksəldiyi gününü qeyd edirik. Mən bu fürsətdən istifadə edərək, dünən də qeyd olundu ki, bir məzar başında olmuşuq, sabah da ola bilsin bir məzar başında olacaq. Rayon İcra Hakimiyyəti, hörmətli Malih müəllimə, öz elimiz adından, Xanlıq kəndinin cəmaatı adından çox böyük minnətdarlıq edirəm ki, Allah onun canını sağ eləsin ki, belə bir şəraiti bizim üçün yaradıbdır. Biz şəhidlərimizi heç vaxt unutmayacaq. Və günü-gündən də onlar müqəddəsləşir, kitaba düşür, şeirlər yazılır. Fürsətdən istifadə edərək şəhid ailəsi və onların içərisində yanımızda duran Səlim Orucova baş sağlığı verirəm. Səlim bəy, Allah sizə can sağlığı versin. Onun əzizləri, qohumları, Pənah müəllim buradadır. Onlara baş sağlığı verirəm. Bacıları buradadır, qohum əqrəba, onlara baş sağlığı verirəm. Allah sizə dəyməsin. Necə ki Rəhim kimi bizim örnəklərimiz var, şəhidlərimiz var. Azərbaycan torpağı müqəddəsdir, basılmazdır. Bir daha deyirəm, şəhidlər ölməz, vətən bölünməz. Mövlud günün mübarək olsun, əziz Rəhimimiz. Gözünü yummadın soğuk səncərdə,
Gecələr bizim də yuxumuz azdır. Sən ey Fatih oğul, sənin sərkərdə şənninə min dastan yazılsa azdır. Qan qarışmış o palçıqda sönmüş şəhid həvəsi var. Qurban olum, yavaş gəzin o dağlarda, o daşlarda. Qara şallı bir ananın dünya qədər dərdi vardır. Qurban olum ana torpaq, bəlkə qucaqla, gəz qucaqla sən balanı. Güllə dəymiş şəhidimin evdə körpə balası vardır. Asta deyin, asta gülün, yavaş çalın siqnalları. Bir ananın, bir atanın bala deyən naləsi vardır. Çox təəssüf ki, biz bu mərasimlərdə yaşayırıq. Bu gün Rəhimin şəhid olduğu gündür. Allah rəhmət etsin. Allah bütün şəhidlərimizə rəhmət etsin. Mən Rəhimin həm qohumuyam, həm də müəllim olmuşam. Yəni Rəhim həm qohum kimi 3 əmi qardaş bir həyatda bunlar. Bir dənə narazılıqlar, danışıqları çıxmaz, mehriban, hamısı bir ayrı özlü kimi. Yəni bunu hamı görürdü. Bir müəllim kimi, bir şagird kimi də nümunəvi şagird, vətənpərvər, sakit. Onun siması bu günə gözümün qabağındadır, gülər üz, mehriban. Yəni həmişə hazır hər bir tapşırığa. Rəhimlə bərabər Ağayev Vüqar, Allah rəhmət eləsin, Göyüşov Vaqif, Qarayev Yunus, Rüstəmov Cavanşir, Mirzəyev Ələddin, üzr istəyirəm, Kərəm. Mirzəyev Kərəm milli qəhrəmandır. Yəni bunu bilirsiniz, yəni hamı danışır. Ağayev Vüqar Vətən müharibəsi qəhrəmanıdır. Allah hamısına rəhmət eləsin. Hamısı da qəhrəmandır. Allahümme salli ala Muhammedin ve ala ali Muhammed. Hamız değerli Allah rahmet eylesin. Allah tüm şehitlerin yerini cennetine çağırsın. Allah sizlerden razı olsun. Çok sağ olun. Allah var eylesin. Allah rahmet eylesin. Allah rahmet çok. Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah rahmet eylesin. Şöyle bakın. Video çekin. Bakın da şeker.